Herkese salamlar dostlar. Necəsiz? Yəqin yaxşı olar. Bu gün də sizlərlə birlikdə yeni bir Car Simulator videosundayıq. Və aşağılar bu gün yeni gələn güncəlləməni yoxlayacağıq deyəcəm də, mən artıq bunu yoxlamışam. Hətta maşınlar falan da almışam. Yeni güncəlləmədən gələn maşınlara baxacağıq. Uşaqlar mən yayın açmışdım, canlı yayın. Onsa yayın canlı olurdu. Ay neyse. Hə, burada görevlər falan gəlmişdi. Yeni məsələn bu parkur görevi gəlmişdi. Bura yeni maşınlar falan gəlmişdi. Bir dəqiqə. Hə. Burada gəlmişdi, Everest gəlmişdi, Asil, yəni bu pikapdır. Mercedes'dir, Bentley'dir, Lamborghini falan fisdən, yəni belə falan maşını gəlmişdi. Biz buradan yəni Everest, pikap, Asil, Mercedes bu iki maşını almışıq. Mənim indi məqsədim bu Bentley'ni almaqdır, amma bu videoda Bentley'ni almayacağıq. Yeni güncəlləmədən gələn qəribəlikləri və maşınları yoxlayacağıq. İnşallah birinci maşınımızı elə gəlin bunu yoxlayaq sizlə baxın. Bu maşındır. Ben bunu yayında düzəltmişdim. Hətta nömrə falan da qoymuşdum. Sizin istədiyiniz dədəvizin maşının nömrəsini. Maşın belə qəşəng maşındır. Yəni video falan süperdir. Biraz arxa faraları yaxşı düzəltməyiblər. Onlar biraz detaylı, yəni yaxşı olsaydı çox yaxşı olardı. İçinə falan da gəldikdə isə yenə, yəni burada belə şeylərin olması, nə oldu hə? Burada yəni belə ekran falan olması, məsələn maşını belə söndürür, o qaralır. Görürsən aslan falan onlar qəşəng eləyiblər. Sonra içinin işıqları falan, vites kutusu, yəni vites kutusu, korobka, hə. Yəni onların hamısı yaxşıdır. Biraz da biz bu maşına baxacağıq. Yəni baxacağıq deyəndə bunun mən sürətini falan eləmişəm. Maksimum hızı stok vəziyyətdə 250-dir. Yəni 250 mən çox yaxşıdır. Hətta belə miqalkaları falan da yandıranda maşın əsl mafya maşınına dönüşür. Birinci maşınımız bu idi. İkinci maşınımız, yəni məndə olan ikinci maşından danışıram. O Bentley falan hələ almamışam. Lap istəsəz gələn videolarda da, gələn Car Simulator videosunda da o Bentley'ni alaram. Bir də hə, bu maşın idi. Bunu da bir dənə ayrıntılı şəkildə, bilmirəm bu maşın hardadır. Bunu da ayrıntılı şəkildə bir dənə yoxlayaq görək necədir. Bu arada abunə olmağı unutmayın uşaqlar. Yayınları açıram. Hər 6-cı gün yayın açıram. Bunun da nömrəsini də baxın. 77 Uğur 777. Sən nə xatırladır? Bir 5 saniyəlik icazə verəm ki, fikirləşin. Bax 2 dəqiqə 40 saniyə qədər gözləyirəm. Fikirləşin görün nədir bu nömrə. Tapanmadınız? Tapdınız bəlkə də. Bunun yayında demişdilər mənə Cristiano Ronaldo var ya, onun yəni uğuru Cristiano Ronaldo'da. Onu demişdilər, baba da Cristiano Ronaldo, baba da nə deyir, Dünya Kupasından uduzdu da. Ay səni. Çox pis oldum. Həqiqətən yəni mən Ronaldo'cuyam, amma yəni Messi-də belə yəni yaxşı oynayan. Nəysə, bir də hardan konunu bura apardıq axı. Maşın belə yaxşıdır. Yəni hər iki tərəfində belə məsələn bagajı açıb bağlamaq var. Yəni buradan məsələn bunu bağlaya bilmirsən, gəlsən buradan belə bağlayırsan, buna bassan. Sonra 4 qapılıdır. Arxası biraz stenyalarını detaylı eləyə bilərdilər. Məsələn bura vinil vurmazdılar. Buranı biraz detaylı eləyərdilər. O yaxşı olardı. Sonra arxa burada boşluq var. Heç baxmamışam buna. Bu nədir ki belə? Elə burada boşluq var, hə? Hə, boşluq deyilmiş, şüşəymiş. Mən şüşəni boşluq bildim. Sonra burada bir ədəd rutsnoyumuz yoxdur. Elə bildim. Bunu elə bildim rutsnoydu. Vallahi elə bildim rutsnoydu. Sonra bunlardan telif sat yerisən, onu saxla, bunu saxla, yadımdan çıxdı. Sonra kapota gələn, kapotu biraz çox pis eləyiblər. Yəni bildimi? Çox şeylər falan qoyub, bu yaxşıdır. Amma etiket kimi qoyurlar. Məsələn o Mercedes var idi. Mercedes o formada deyil idi. Mercedes daha başqa, daha yaxşıdır. İndi maşının da belə yəni Mercedes kimi işıqları falan yanır. Bu lap yaxşıdır. Yəni yaxşıdır. Elə biz offroad gedəcəkdik. Mən uşaqlar, yəni şok oldum. Siz deyirdiniz yayınlarda. Yəni, mən bilmirdim. İndi bəlkə də bilməyənlərimiz var, yayına baxmayanlar var. Mən sizə bir şey göstərəcəm. Axır ki, bu Car Simulator'da da yəqin GTA 5'dən oynayabilir. GTA 5'də kanlı evzat var idi. Mən Türk Pro'dan baxmışdım ona. Hə, elə bir şey var idi, kanlı ev. Burada da onun bir APK versiyasını düzəldiblər. O da offroaddadır. Mən onu aparım sizə göstərim tez. Offroadın yerini bilməyənlər üçün deyirəm. Baxın, bu City 1-dədir. Bura məsələn offroad. Bax, bu böyük yer offroaddır. Çox qəribədir. Yəni mən ağlıma gətirməzdim elə bir şey olduğunu. Hətta da mən o evi aldım. Kanlı ev dediğimiz yani evdi. Burada da o evdi. Ben size bir şey göstereceğim. Bakın. Gəlirik offroada. Offroadda
qəribə bir şey var. O qəribə bir şey də nədir? Demək istəmirəm ki, özünüz görəsiniz. Uçuruq buradan belə lobalop yeni bir ev yonik ki uçuqla. Burada burada yeni bir dənə ev gətiriblər. Bu ev, yəni belə töküntülü, möşüntülü görünür. Üstündə da ağac falan aşıbdı. Mən bu evi almışam. Mal kimi 250.000 bax bura verdim. Əslində baxın 4 dənə belə şey var qarajda, yəni 4 dənə yeri var. Bu yaxşıdır. Bu dəqiqə maşını bura verməyəcəm, çünki burada maşın olması istəmirəm. Baxın. Bu evdə nəsə bir qəribəlik var, hə? Məsələn, bax burada bir şey yoxdur. Baxırsan məsələn də, normal evdə sadəcə biraz töküntülüdür də. Bir 20.000 30.000 pul qoysan düzələr. Hələ də baxırsan, yəni hələ də bir qəribəlik tapa bilməmsən. Xalça var. Yəni oturursan belə qəşəyə baxırsan, amma bir şey var. Bax bu nədir də, qaqa? Bax bu nədir axı? O nədir də? Yəni onu niyə götürüb ora qoymusan? İndi bizi qorxudur da öz aləmində. Mən amma ilk dəfə görəndə tırstım ha. Yəni birdən-birə nəsə qəribə oldum. Bax bir dənə buna. Niyə yəni belə bir şey var burada? Niyə bunu bura qoymusan da? Uşaq üzüdür, ya nədir? Gözləri bərəlibdir. Uşaq elə bir ki boş bir şeydir də. Bir də zoomlayaq bunda. Qəribədir, maraqlıdır. Hətta evin də içinə də girmək olur. Mən istədim ki, məsələn, belə qapımı bir dənə açsın. Mən maşın getmədi, yan. Mən istədim ki, qarajı açdı, qarajı. Aha. Evin içinə girirsən, bir dənə burada nənəş var. Ay, yəni gecə vaxtı maşını mən qoyacağam ora. Təsəvvür edin, məsələn də maşını qoymusunuz burada. Gecə vaxtı deyirsən, gedim biraz pul yığım. Məsələn, spawn olursunuz burada. Bu nənəni görsən adam yatanmaz yəni gecə. Mən istədim buradan biraz yuxarı çıxım görüm orada nə var. O da yuxarı çıxmaq olmurmuş. Sonra ağlıma gəldi ki, mən drone-la bunu eləyim, amma məsələn belə eləyim də baxım bir dənə göstərim mən sizə. Bu zoomunu düzəldim hə. Gələsən, belə girəsən, yuxarı gedəsən, o da ki, yenə də yuxarını belə bloklayıblar, yəni çıxmaq olmur. Nə qədər belə bassam da çıxmaq olmur. Yəni heç nə görə bilmirik oradan. Bu evi satmaq istəyirəm, amma sata bilmirəm, bilmirəm haradan satacağam. Sonra yeni görəv falan gəldi, mən də bir dənə də o görəvi eləyim, siz baxın. Yəni belə məntiqsiz, bilmirəm, bəlkə də bu gedəcək. Yəni belə bir şey olur da. Karsimatorda gün var da, gecə olur, gündüz olur. Bəlkə də gecə bu gedir, ancaq gündüzlər bu olur. Bəlkə də elə bir şeydir. Heç yəni o qədər dərinliyi ilə bilmirəm. Sadəcə siz dediniz deyə baxdım. İndi mən bir dənə gedəcəm, yeni görəvi eləyəm. Siz də ona baxın. Yəni eləməyi asandır, çox asan görəvdir. Elə mənim aldığım qarajın yanındaymış o görəvdə. İstəyirdim yeni maşınlar da alam. O da ki, da aldım elə canlıda, heç ehtiyac qalmadı video almağa. Mən 100 dənə taslak yığacam. O Bentley-ni almağa çalışacağam. Çünki məndə 2 qapılısı var, bir dənə 4 qapılısı olsun da. Görəv buradaydı, hə bir də burada. Bunu yeni gətiriblər, engel parkuru. Çox mənasız görəvdir, yəni olmasa olardı. İlk dəfə 30.000 verir, ikinci dəfə eləyəndə 15.000. İndi bu Opel'imizdir də, qəşəng. Bu nə model gedir görsən? Opel. Astra deyil, elə bir ki Omega'dır, yoxsa nədirsə Astra yazmışam mən də, hə. Belə bir dənə görəvdir. Yəni bunlara dəyməməyə çalışsan, vaxt verir 2 dəqiqə, vaxt verir. Bunlara dəysən, vaxtından 5 saniyə silir. Yəni bir tərəfdən asandır, getdikcə biraz çətinləşir. Yəni amma maraqlı görəvdir. Məsələn, heç onları biraz mənasız eləyiblər. Çünki mən onların yanından keçə bilirəm də. Məsələn, mən onlara toxunmadan buradan keçə bilirəm də. Onu niyə eləmisiz? Biraz qəliz eləyə bilərdiniz onu. Yəni buralara bir engel qoyardınız. Bu qədər də rahat keçə bilməyəydik. Məsələn, buradan mən rahat belə keçə bilirəm də. Yəni çox mənasız eləyiblər onu. Sonra bax, məsələn, bura gələndə biraz ehtiyatlı olmaya ehtiyac var. Görürsünüz, yəni 5 saniyəm getdi. Ay, vəbşəm hansı geçsin, mənə problem deyil, onu qutarmışıq. Bana nə, mən qutardıq. Məsələn, yuxarıda da baxın, ilərləmə də yazılır, 70, 75, 77. Aha, vəbşəm hamısını deyirəm. Hamısına deyəcəm. Nəyi var, nə yox, hamısını deyəcəm. Ay Allah, vaxt qutardı, yan. Həbşə 10, 11, 9, 8, 7 bir şey, qutardıq. Hər nəsə, bu da belə idi, 15.000 verir, 15.000 verilmiş. Hə bir də onu da deyim, yeni gələn bir şey var, lobby dəyişir. Mən bir də fikirləşim ki, mənim heç vaxt 10 dəqiqəlik videom olmayıbdı. Bu videonu rovno 10 dəqiqəlik eləyəcəm. Onu tez göstərin, baxın. Burada xəritənin müxtəlif yerlərində belə kart kimi bir şeylər çıxır. Bu kartla da bu lobby'ni alırsan da, yəni yığırsan hamısı. Mən məsələn bundan 2 dənəsini yığmışam, qalanını yox. 10 sayım qaldı. Nəysə olar, sağ olun. Bu günlük bu qədər olsun. Gələn videolarda görüşərik. Özünüzə yaxşı baxın. Hələlik inşallah, sağ olun.